haqqımda el adamla söz soruşursunuz ki, ətim tökülür mənim. O kimdir ki, o mənim haqqımda nəsə desin? Kimdir o? O mənim haqqımda hansısa bir fikri bildirə bilməz axı. Əlini alıb yalan 2 dənə mikrofonu cıngır dinqa, düngır dinqa, rəngə də dinqa, dünqa da dinqa. El adam mənim haqqımda nə bildirə bilər? Mənim bugün 45 yaşım var, mayın 25-də olacaq 46 yaşım. Oxuduğum hər mahnını məmə yiyəndən pəpə yiyənə qədər bugün bütün toylarda, hamınız mikrofonlarda mənim mahnımı oxuya-oxuya böyümüsünüz. Ona görə xeyr ola siz mənim haqqımda uşaq-muşağa sual verirsiniz. O mənim haqqımda nə danışa bilər ki? Onun iş başı üçün deyil, axı mənim adımı çəksin, mənimlə danışsın. Ona görə xahiş edirəm, əziz aparıcılar, hamınızı çox istəyirəm, hamınıza hörmətim var. Gəlin bir-birimizə hörmətlə yanaşalım. Mənim haqqımda heç kəsə sual verməyib. Gələcəm efirinizə lazım gələrsə, onların haqqında mənə sual verin. Bax, bu yaxınlarda, mən bir dəfə, qızın adı nədir? Nəfəs. Onun haqqında mən də danışmışdım bir dəfə. Nə danışmışdım? Mən yəni, pis mənada deməmişdim. Demişdim ki, onu sevirlər, onu istəyirlər. Yəni, bir kütləsi var. O da Aysun'la dostdur da, yəni qızımın dostları da olar. Padruqadır, bir pokoleniyancam adamlardılar. Və yəni, amma sadəcə olaraq, əlbəttə ki, mən bu günlərim hansısa bir toyda canlı oxuyanda, mən o baxımdan demişdim ki, mən toyu canlı idarə edirəm, ansamblinlə gedirəm. Onların öz proqramları var, öz proqramlarınla gedirlər, öz proqramlarını idarə edirlər. Bu yaxınlarda gördüm ki, haraydı deyəsən, Gürcüstanı idi, haraydı ha. Orada Rüya ilə olubdur. Qız da deyir ki, deyirlər ki, sən Rüya ilə səhnədə belə gəldin, səhnədə belə getdin. Nə olar? Olsun da. Nə olar? Olsun da. Rüya ilə səhnədə olmaq yəni elə bir çətin şeydir ki. Nə olsun ki? Rüya da bizim öz millətimizin qızıdır. İndi ola bilər ki, Rüya bu günlərim konsertlər verib, xalq artisti adı alıb, Allah min artıq eləsin. Yəni, işi, gücü, sənəti, yəni sevilir. Nə olar? Nəfəs də sevilir. Nəfəs sevilmir ki, o da sevilir də. Tüstünü verməyin, tüstünü verməyin. Tüstünü verəndə deyir, nəsə baş verir, eləmi? Kartoşkanı çıxardıram, mənim canım, ona görə. Neysə, Allah hamımızın canını sağ edin. Hamımız bu millətin, bu dövlətin, bu xalqın nümayəndəsiyik. Yəni, nə olur olsun, 5 günlük dünyada yaşayırıq. Bir-birinizi qırmaqla əlinizə heç keçməyəcək. Burası efirləri də başa düşürəm. Efirlər indi məcburdular. Sonra o, mən o şeyi başa düşmədim, yadı o. Qız nə dayı, bir dənə vokal mahnı oxudu, Vəfa. Yadı o kişinin, onun o müəlliminin yadığın başına oynaşdılar. Ora çağırdılar, oradan ora, buradan bura. Kişini peşman elədilər oxutduğuna. Qoyur gəlsin, nə olar, Vəfa ilə oxusa nə olar da pis olar ki? Oxusun da. Tak što? Həngəli tökürəm. Deməli. Yazırlar. Səni çəkməyəcək, oradan gəl, bunları sən kəs. Yaxşı mı bacı? Nə yazırlar? Payız gəldi oxuyun. Ay Allah evinizi bilsin, bu dəqiqə xəngəlini töküldüyü vaxtda. Gözünü stop. O biz tökək, sən bura sözün. Tüstü. Tüstü olmaz. Tüstü olmaz deyirlər, eləmi? Niyə? Samavarı çək. Nə bilim, nəyi çək. Əlimdən vermirəm ki, bunları hamısı xarab eləcəklər bu dəqiqə. Onun dərdindən özüm eləyir. Bunun altını qalamaq lazımdır. Tüstü olacaqdır. Əslində tüstü deyil. Yox, siqaretin tüstüsünə olmaz. Bu problem deyil axı. Ocaqdır bu. Qazanımın yekəliyinə baxın, görün nə boydadır. Ocağın altında tez qalamaq lazımdır ki, xəmir olmasın. Bir Vəfa. Əlini tutandan ürəyimi itirdim, itirdim. Yol olub qəlbimin evinə gətirdim, ay, gətirdim. Sənə könlümü bil ki, qurban kəsərdim. Qanımda sevgimin əksini görərdim. Bir vəfa atmısan
back vokallarım da var. Elə yandırmısan, sevmərəm bir daha. Bu arada akşam toyda olmuşam. Yani neçə günü toydayım. Səsim biraz yorğundur. Amma səs diapazonuma mənim heç kimin səsi çatmaz da biləsiniz. Yəni hamısını oxumaqda səs toyda dizini yerə qoyaram, biləsiniz. Bibi də oxumaq istəyir. Ha? Bibi də oxumaq istəyir. Ha. Oxu Bibi. Elə oxusun ki bibim bu dəqiqə. Tez olun gətirin, yarısı pişdi, yarısı yox. Bu belə. Belə qəşəng ağızlarımız da var. Nə? Oranı üstünü çəkəmirik də ona görə deyirlər nə bilim nə olacaq, nə olacaq. Hə. Xəngələ gəl, xəngələ. Ay haray qoyma gəldi. Hamı payızı istəyir. Oxuyum da. Bağ bağçanın barlarını yetirəm. Çəmənlərə sapsarı don gətirəm. Sevənlərin həsrətini götürən. Payız gəldin, bəs yarımı neylədin? Bu arada nəqarətdən keçməmişdən bir söz deyim. Bilirsiniz, bu payızı mənə Hikmət Aslanov yazdım. Amma qurtuluğundan, xainliyindən o boyda ondan mahnılar işləmişəm. O boyda ona pullar qazanmışam. Gözümdən gəlməsin. Alınmadı mahnısını mən oxudum onun. Qurtuluğundan, xainliyindən YouTube'da icazə vermədi. Hə, vermədim. Nə olsun, zaten toylarda oxuyuram. Gəlib efirlərdə oxuyacağım. Nə arayacaqsan? Naibə xanım sizə hədiyyə göndərir. Nə göndərir? Şiir? Nə göndərdi? Qızılgül. Qızılgül. Sağ ol Naibə xanım. Allah səndən razı olsun. Çox minnətdaram. Var olasan canım mənim. Çox sağ ol. Çox təşəkkür edirəm. Hədiyyələrinizə görə minnətdaram. Sağ olun. Göndərsə də göndərməsə sağ olun. Amma bu günlərin bu dəyərli vaxtınızdır. Mənə həsr edib baxır. 1500 atmadı. Elə 1500-də qalıb. Yalan demə. Sveti xanım sizə hədiyyə göndərib. Blinçik tort. Sağ olsun. Elə şey də var. O da puldur. Yoxsa yox. Maestro sizə gül göndərib. Sağ olsunlar. Elə hə elə. Nə göndəriblər Allah razı olsun. Qəşəng hədiyyə lazımdır. Ne bileyim ürəkdən zatdan. Deyə göndərilər. Samir bəy ürək göndərib. Ay Samir bəy çox sağ olun. Ürək nədir ki? Ürəkdir. Ürək nədir? Ürəkdə nə qədər pul var? Onu sağ Çox sağ olun. Var olasınız. Allah razı olsun. Çox sağ olun. 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 Hə. Tıklayaq. Tıklayaq. Tıklayaq və Hikmət bəy mahnını qoymadı, oxumağa qoymasın. Topal ol, gəl oraya odan doldur. Gəl. Babası odunlarımız yoxdur. Odun doldur oraya tez. Hə, nə deyirdim yadımdan çıxdı. Mahnını və YouTube'dan sildirsin, eybi yoxdur. Amma mənə verdiyi mahnıların pullarını 2 qat basıb yiyib, götürür onu da hamıya satır. Başa düşdüyüb, bəstəkarda onu yox. Durmaq lazımdır onu. Hani qorsan onu, o hava yanacaq. O bir söz bunlardan gətir onda, o gec olacaq. Hə. Aşağıda var deyəsən onu. Və götürübdür. Balta onu ver, balta. Bizim mahnını sildirib YouTube'dan. Balta. Burada mənim. Baltanı çəkməyin qoca problemdir. Balta olmaz. Hə. İndi ayrı Mələk xanım təşəkkür eləyirik. Hədiyyə gəldi qəşəng. Çox sağ olun, çox minnətdaram. Allah razı olsun sizdən. Mən demişəm, mənə yaxşı hədiyyələr göndərsən. Baxsam ki, TikTokda həvəslidir, iş görməyə dəyər. Dediyim kimi, TikTokdan mən də öz mənə yazanlara, mənə ehtiyacı olanlara sizin vasitənizlə bu canlı yayımda elə beləcənəm köməkliyimi əsirgəməyəcəm. Mən də köməkli edəcəm. Urfan bəydən salam. Urfan bəy, salam. Hə, necəsiniz Urfan bəy? Sizi çox şad oldum görməyə. Çox minnətdaram, çox sağ olun. Urfan bəy mənə söz veribdi. O çox klasik əsərlərin ustadıdır. O mənə söz veribdi, mənə romansı öyrədəcək. Sonra üzüyümün qaşı
firuzədendir. Könlüm açılmayır bu günlerden bir. Yaman günden mən olar bilmirəm indi saramızı da. Onu Rufan bəy mənə örgədəcək. Allah qoysa o çox. Ondan da Rufan bəylə qəşəng duetlərimiz gələcəkdir bu arada. Xəbəriniz olsun. Oxuyacaq Allah qoysa danışmışıq artıq. Azərbaycana mənim gəlməyimi gözləyirlər. Və belə bu qədər belə. Hə, bax bu Hikmət də ciyarı yanmış. Məni qoymadı mahnını oxumağa, çıxdı. Rəqsanə oxudu, sildirdim. Allah gözün çıxsın. Nə olsun sildirdin? Zaten Rəqsanə toylulardan pullar qazanırın, yanıb töküləsən elə. Elə yanasan ki, sən ay Hikmət. Qutluğundan sildirdin. 5.000 dollar versəydim elə yaxşı şey verərdin ki. Verən deyiləm, vaxtında o qədər pul vermişəm ki, sana. Bəsindir. Tıklayaq. Tıklayaq. Deməli, xəngəlimiz bəh hazırdır. Qaynamağa qoydum, ağzını örtüm, qaynasın üstünə qalxsın. Onu da xəngəllədik. Ben yine mi çekiledim? Gördün mü? Evet, o da. Yık badımsa götürüm onu.